Salam əziz şagirdlər və valideynlər. Bugün sizinlə birlikdə 6-cı sinif Azərbaycan dili 2-ci hissə iş dəftərinin səhifə 42-sindən işləməyə başlayaq. Mətnimiz dinləmə mətnidir. Metropoliten. Yəqin ki, mətni özünüz dinləmisiniz. İndi isə gəlin birlikdə yazaq. Çalışma C-də deyir ki, dinləmə mətni əsasən fikirləri doğru yoxsa yanlış olduğunu müəyyən eləyin. Birinci cümləmizdə deyir ki, ilk metroda elektrikləşmiş yollar quraşdırılmışdı. Xeyr, elektrikləşmiş yollar quraşdırılmamışdı. Paravozlarla işləyirdi. Deməli, bu yanlışdır. Buna yazırıq ki, yanlış. 2-də deyir ki, metro ekoloji cəhətdən təmiz nəqliyyatdır. Bəli, bu dinləmə mətnində var idi. Ekoloji cəhətdən təmiz nəqliyyat olduğu. 3-cüdə deyir ki, Bakı metrosu yaxın şərqdə ilk metrodur. Bu mətndə var idi. Bakı metrosu şərqdə ilk metrodur deyirdi. Yaxın şərqdə yox. Ona görə bunu yanlış götürürük. Çünki yaxın şərqdə sözü yox idi orada. Şərqdə var idi. 4-də deyir ki, London metrosunda havalandırma sistemi yox idi. Bu da yanlışdır. Havalandırma sistemi yaxşı olmasa da var idi. 5-də deyir ki, metroda dəmir yol xətləri piyada keçidləri ilə kəsişmir. Bu düzgün idi. Bəli, doğru idi. Yəni var idi. İndi isə keçək çalışma C-yə. Çalışma C-də deyir ki, hansı məlumatlar mətndə öz əksini tapmayıb? Burada da birinci cümləmizdə deyir ki, London metrosu 1890-cı ildə elektrikləşdirilib. Bu mətndə yox idi. Stansiyaların sayına görə dünyada ən böyük metro Şanxay metrosudur. Bu da mətndə yox idi. Üçüncü cümləmizdə deyir ki, Kiyevdə metro Bakıdakindən əvvəl inşa olunub. Bəli, var idi bu. Buna üstəgəl qoyaq. 4-də deyir ki, Bakı metrosu Tbilisi metrosundan bir il sonra istifadəyə verilib. Xeyr, bu düzgün deyil. Çünki orada yazılmışdı ki, Bakı metrosu Tbilisi metrosundan sonra inşa edilibdi. Amma bir il vaxt verilməyib də orada. 5-də deyir, Nizami stansiyası dünyanın ən gözəl metro stansiyalarından biridir. Bəli, bu var idi. 6-da deyir, London metrosunda ilk qatarların lokomotivi buxarla işləyirdi. Bəli, bu da var idi. 7-də deyir ki, bəzi şəhərlərdə metro qatarları bir rels üzərində hərəkət edirdi. Xeyr, bu yox idi. Deməli, çalışma D-də deyir ki, dinləmə mətninə istinad etməklə hadisələrin səbəbini müəyyən eləyin. Səbəblərimizi verməyib, nəticələrimizi verib. Bu nəticələrə uyğun mətndən səbəblərimizi seçək. Mən bunu seçib yazmışam. Gəlin burada belə baxaq. Səbəbə yazmışam ki, küçələrin nəqliyyatla dolması və hərəkətin çətinləşməsi Londonda metronun tikilməsinə qərar verildi. Bakı metrosunun şərqdə ilk metro olması Bakı metrosu Ginnesin rekordlar kitabına düşmüşdür. Metronun tıxaca düşməməsi metronun köməyi ilə sərnişinlər vaxta qənaət edə bilirdilər. Havalandırma olsa da tunellərin paravozun tüstüsü ilə dolması London metrosunun yeni istifadəyə verilir. Çünki orada tüstüdən nəfəs almaq çətin idi. Bunun da səbəbi havalandırmanın zəif olması idi. İndi isə keçək növbəti 43-cü səhifəyə. Növbəti 43-cü səhifədə isə dil qaydalarında L samiti ilə başlanan bəzi şəkilçilərin tələffüzüdür. Çalışma A-da deyir ki, aşağıdakı sözləri tərkibini müəyyən et. Sərhədlər, ağırlıq, dərmanlamaq, ətli, şənlənirlər, tündləşdi. Gəlin bunu belə yazaq. Burada mən hamısını yazdım. Sərhədlər, sərhəd kök, lər qrammatik şəkilçi, ağırlıq, ağır kök, lıq leksik şəkilçidir. Dərmanlamaq sözündə dərman sözün kökü la leksik şəkilçi, maq qrammatik şəkilçidir. Ətli sözündə ət sözün kökü li leksik şəkilçi. Şənlənirlər sözündə şən sözün kökü lən leksik şəkilçi, ir isə qrammatik şəkilçi, lər də qrammatik şəkilçidir. Tündləşdi sözündə tünd sözün kökü ləş leksik şəkilçi, di qrammatik şəkilçidir. İndi isə keçək növbəti çalışma B-yə. Deyir ki, verilmiş sözlərin düzgün yazılışını müəyyən et. Nişanlanmaq yanlışdır. Düzgün yazılışını, tələffüz formasını verib, biz düzgün yazılış formasını gəlin yazaq. Nişanlanmaq, nişanlanmaq düzgün yazılışdır. Çətinləşdi. Çətinləşdi. Səsləyirdi yox, səsləyirdi.
səsləyirdi. Xumarlanırdı, yox. Xumarlanırdı. Çalışmacıda deyir ki, cümlələrdə səhv yazılmış sözləri seç və düzgün yaz. Maşınların səsindən heç nə eşitmirdim. Burada maşınların yazılıbdı. Maşınların yox, maşınların səsindən heç nə eşitmirdim. Gəlin yazaq. Maşınların, indi cümləni yəqin ki, bütöv bir şəkildə köçürün deyir. Mən sadəcə burada hansı sözlər səhv yazılıb onu yazacağım. Bura siz özünüz bütövlükdə köçürə bilərsiniz. Maşınların yox, maşınların səsindən heç nə eşitmirdim. Gün batandan sonra sərinlik gəldi. Sərinlik yox, sərinlik. Milli Kitabxana şəhərin mərkəzində yerləşir. Yerləşir yox, yerləşir. Ana balasını öpüb əzizlədi, yox, əzizlədi. Siz artıq dediyim kimi cümlələri özünüz bütövlükdə köçürə bilərsiniz. Bu günlük bu qədər. Bəyənirsinizsə bəyənmə düyməsini zəhmət olmasa basın. WhatsApp kanalımı sonda qeyd eləyəcəm şərh bölməsində. Oradan da girib kanalımı izləyə bilərsiniz. Hələlik.